Maraqlı olan odur ki, milyard dollarlarla pul xərclənib əldə olunan, milyard dollarlarla baha avadanlıqlarla ərsəyə gələn bir benzinin 1 litri 1 manat 10 qəpiyə satılır bu ölkədə. 500 qramlıq öz ölkəmizdə çıxan təbii sərvətimiz olan su yarım litri 1 manat 49 qəpiyə. Biz benzini niyə çıxardırıq, nefti niyə çıxardırıq ki, su sataq da. Dünyanın hansı bir yerində belə bir biabırçı qiymət var. Biz uşaq olanda lağ eləyərdi, deyərdi ki, bizdə benzin bahadır, Ərəbistanda benzin sudan ucuzdur. Biz deməmişdik ki, bizdə də belə olsun. Benzin sudan ucuz olsun, amma bahalıqla, bahalaşma şərti ilə. Baxın, adi su, 05 su, kran suyu 45 qəpik. Vallahi benzin qiymətinə nəyə? Mor suyu endirimlər 65 qəpiyə. Bu nə biabırçılıqdır, bu nədir belə? Bu qiymətləri kim tənzimləyir, kim necə edir bunu? Bu suyu kim gətirib bu həddə çatdırıb? Bu nə bilim, bu nədir? Biz benzin içiyor bundan bəlkə bizə ucuz başa gələr. Bu nə deməkdir? Bax, bu nədir? Bu nədir? Bu qiyməti kim təyin edib? Necə təyin edib? Hansı, belə deyək də, xərclərlə təyin edib? Sudur da, zavod tikmək, su zavodu tikməyinə var bir paneldir. Orada bir bahalı avadanlıq yox, bir şey yox. Filtrdir də qoyublar, düzü təmizləyirlər. Bəlkə deyir, yazırlar təbii su, yəqin bunu heç təmizləmirlər. Bir butulkaya doldurmaqla. Yəni bu benzindən necə baha ola bilər?